Arif bəy, uşağı olan qadınlar haqqında çox söz deyilir. Çoxları deyir ki, uşaqlı qadını heç kim sevmir. Məncə bu sözü sadəcə sevməyi bacarmayan kişi deyə bilər. Çünki uşaqlı qadının məsuliyyəti çox olur. O artıq qız uşağı deyil, anadır. Güclüdür, amma yorulub. Yəni belə qadını sevmək daha çətindir. Yox, əksinə. Sadəcə başa düşmək lazımdır ki, onun sənin oyunlarına vaxtı yoxdur. O romantika yox, dayaq axtarır. Məsuliyyətsiz kişi onu sevə bilməz. Çünki uşaqlı qadına sevgili olmaq yox, sahib çıxmaq lazımdır. Uşaqlı qadın əsl kişi üçün taleyin hədiyyəsidir o zaman. Bəli. Onu seçən iki qat xoşbəxt olar. Çünki o nə olursa olsun səni satmayacaq qədər dərin sevməyi bacarır. Belə qadın kişidən nə gözləyir? Ondan istifadə etmə. Əgər xoşbəxt edə bilmirsənsə kənara çəkil. Azacıq kişiliyin qalıbsa icazə ver. Sənin vermədiyin xoşbəxtliyi başqası versin.